Hazreti Ali Efendimiz her savaştan sonra bugün de olmadı, bugün de şehit olamadım der diyor. Bir gün Resulullah Aleyhisselam der ki ey Ali bir gün başından akan kanla sakalın boyanacak, o gün şehit olacaksın. Torpağı koydular yarasına. Öz-özünə dedi, ey Əli, hazır ol torpağa qonaq olmağa. Qapı döyüldü, İmam Həsən ağa çıxdı. Gördü körpə-körpə uşaqlar əlində süd qabları dayanıblar. Dedi, ama biz Küfənin yetim uşaqları. Heç bilmirdik bizə gecə yemək gətirən kimiymiş. Bu gecə gözümüz çok yolda kaldı, gördük gəlmədi adam. Sonra eşitdik ki, Əmir zərbətləyiblər, vurublar. Bildiği her gece yemək gətirən oymuş. Biz də əvəzində süt gətirmişik. Eşitmişik zəhərli qılıncla vurublar. حالا منم و چشم ترم و باران هوا حالا منم و